Since you've been like this, baby, I don't. Gel makyaja başlayaq. İlk önce güneş kremi istifadə edəcəm. Görəsən bu video neçə part olacaq? Çünki mən 1 dəqiqə videonu sığışdıra bilmədiyim üçün bir neçə part həmişə çəkirəm. Bugün hava çox günəşli deyil. Dünən günəşli idi və çox küləkli idi. Donduq yəni. Çox donduq. Və mən gecikmişdim. 1-2 saat gecikmişdim. Artıq bu vərdişimi yığışdırmaq lazımdır. Çünki çox ayıb oldu insanlara qarşı. Bir də belə bir şey eləməyəcəm. 1 saat qabaqcadan gedib gözləyəcəm. Hər zaman çalışacağım ki, gecikən mən olmayım. Çünki çox gecikdim və biz doyunca keçirdə bilmədik günümüzü. Eyni zamanda hava da soyuq idi zaten. Amma en azından biraz daha çox otura bilərdik. Amma neysə, heç nə olmaz. Hava soyuq idi, artıq nə bilərdik. Saçımı bu arada burmuşdum. Bu tərəfi daha yaxşı buruq olub. Bu tərəfi isə belə qabarıq olub. Belki mən bu video olaraq atıb. Çünki shorts videosu olaraq çatdıra biləcəyimi düşünmürəm. Aslında bugün çox makyaj eləməyi düşünmürdüm. Amma piknik videomuz yarımçıq qaldığı üçün edəcəyik. Dünən hara getmişdik, deyim sizə. Dünən Şor gölünə getmişdik və çox qəşəng mənzərəsi var. Əgər beyninizi sakitləşdirmək, özünüzü rahat hiss etmək istəyirsinizsə, məncə ora gedib oturub sakitcə o dənizin dalğalarını izləyə bilərsiniz. Saçlarımızı ilk öncə sabitləyək. Buradan güzgüdən özümü yaxşı görürəm, amma bilmirəm kamerada bu dəqiqə saçım necə görsənir. Saç bir qadının deyək, qızın qəşəng görsənməsi üçün ən yaxşı üsuldur, amma heç bir zaman bu saçlar məndə yaxşı olmur. Belə bir qaş sabitləyici istifadə etdim. Məncə yetər qədər sabitləndi. İndi isə kipriklərimizi qıvıraq. Kipriklərini qıvırdım. İndi isə keçid edək tonalliyə. Bu tonallini istifadə edəcəm. Sizin qapatıcılığı çox da yüksək olan bir tonalli deyil. Amma mənim üçün yəni çox şey deyil. Dünən tünd tonalli istifadə etmişdim. Qapatıcılığı yüksək tonalli istifadə etmişdim və hal-hazırda sroku keçmiş ola bilər. Belə bir şeydir. Qapatıcılığı da falan çox qəşəngdir. Bu çox köhnə bir şeydir əslində. Əslində bu çox köhnədir. Məncə stok keçib onu əvvəllər alıb. Amma mən yenə istifadə edirəm. Üzümü səpdirirmi bilmirəm, amma yenə də eləyirəm yəni. Göz altlarımızı bağlayaq. İstifadə etdik. İndi isə kipriklərimizə məncə tuş vuraq. Gəlin allığı tətbiq eləyək. Heç əvəzməyəm. Və inanırsınız, o boyda piknikdə bizim normal bir dənə şəklimiz olmadı. Yəni, inanabilirsiniz. Yəni, bir dənə yaxşı şəkil yoxdur da. Orada özüm belə hazırlandım, bəzəndim. Heç tək də çəkdirmədim. Çünki hava çox küləkli idi. Yəni, normal şəkil çəkdirməyə çalışsam da, əgər istəsəm də, küləkdən saçım başım darmadağın görsənəcəyi üçün çəkə bilməyəcəkdim. İndi allıq vuraq. Allığımı göstərmədim, indi göstərəcəm. Max Factor'un belə bir allığı istifadə edəcəm. Deyəsən mən bunu Rossmann'dan almışdım. Yadımda tam dəqiq deyil, amma Rossmann olmalıdır. Dünən etdiyim makyajın əslində məndə şəkli var, amma ağzım burnum əyri düşdüyü üçün onu sizə göstərə bilmirəm. Tünd qırmızılarla eləmişdim.
Ama çok da böyle mükemmel değildi. Strawberry make-up'la soft make-up birleştirip böyle bir makyaj eləmişdim. Eğer geyimim çok böyle dikkat çəkirsə, makyajı sadə tutmaq bence qəşəng bir üsuldu. Ona göre dünən makyaj əlimə gəldiğinde sadə tutmaya çalıştım. Qaşımızdaki boşluqları dolduraq. Qaşımda simetriyalar eyni olmadığı üçün. Kipriğimize tuş vuracaq. Məndə New Velin, o Tanali'de New Velin idi. Belə bir tuşu var. Əslində tuşum yoxdur, ona görə məcbur bunu istifadə edirəm. Normalda mükəmməl bir tuş deyil, yəni tövsiyə edə biləcəyim bir şey deyil. Kanalımda ən çox izlənən video makyaj videosudur. Və ən çox short videolarım izlənir. Bəyəni sayı az gəlir. Amma hər short videosu attığım zaman takipçi 1-2-3 nəfər daha əlavə gəlir. Əlimdən gəldiyincə keyfiyyətli videolar paylaşmağa çalışıram. Buna görə mənə dəstək olmağı, kanalıma abunə olmağı, bu videonu bəyənməyi unutmayın. Dəstəyinizə ehtiyacım ola bilər. Yəni əslində kanaldakı uzun videoların editi çox uzun müddət çəkmişdi. Səhərə qədər edit eləmişdim. Amma video çox az izləndi. Rəssamlarla bağlı videoydu. Niyə hələ az izləndi? Başa düşmədim. Tuşu tətbiq etdim. Gözümün üstündekiləri siləcəm. Ona çox fikir verməyin. Yəni burnumuza kontur edək. Deməli, Revolution'un belə bir palitrası var məndə. Onun içindən bu qırıqdır, vəbşə bu qırıqdır. Onun içindən bu rənglərdən bu tonu çox vaxt istifadə edirəm. Bir də bunu kontur olaraq. Və daha sonra onu bunun üstündə belə yayıram. Sonra burnuma tətbiq edirəm. Burnumu uzun görsənməyini istemediğim için alt kısımlarına sadece olarak kontrol edeceğim. Bu şekilde aşağısını edirik. Sonra üst tarafını böyle bu şekilde bildiririk ve kenarlarından biraz bu şekilde. Aha. Ve sonra bunu elimizden yayırıq. Daha sonrasında ise pudra istifadə edəcəyik. Bu mənim əlimə yerə düşdü və qırıldı. Əlimdə olan hər şey normal vəziyyətdə deyil hal-hazırda. Əlimdən düşdü və inanırsınız mən bunu yani çok az istifadə eləmişdim və içində bütöv idi. Qırılandan sonra hamısı töküldü və heç nə qalmadı. İndi bunu burnumuza, gözümüzün üstünə falan tətbiq eləməliyik. Her yere bu şekilde tətbiq edirəm. Çünki yüzüm parıldayır güneş kreminə görə və parıldadığı zaman yağlı olur. Yağlı olduğu zamansa daha tez səpir. Böyle xət qoymağı sevirəm. Buradan da böyle burnumun kenarına edeceğim. Kontur daha belirgin göstermesi için. Gözümü ise tətbiq eləməliyim ama kontur edək. Deməli çox qəşəng bir konturum var. Jevin 636 nömrəsi 636 nömrəli konturu var məndə. Çox qəşəngdir. Almanızı tövsiyə edirəm.
Amma qalıcı deyil. Bu arada tez silinir. Üstünüzdə gəzdirməli ola bilərsiniz. Hər dəqiqə təzələmək lazım. Yəni yemək yedikcə silinir də, təzələmək lazımdır tez-tez. İçinə tint tətbiq edəcəm. Qapağı qırılıb məndəkinin. Daha qalıcı tintləriniz varsa istifadə edə bilərsiniz. Qırmızı allıq sürdəcəm. Daha sonrasında ise Eveline Cosmetic'in belə bir zərli glossu var məndə. Mən bunu Bravo'dan almışdım. Keçən il, yeni ildə. Yox, bu il yeni ildə almışdım. Keçən il yox, bu il yeni ildə almışdım. Zərlidir və qəşəng görsənir. Və liner çəkək. Bu liner çox qəşəngdir, axmır əsla. Sadəcə demək istəmirəm çünki bitər deyə qorxuram. Amma çox qəşəngdir. Makyajım hazırdır millət. İndi highlighter vuracağıq parlatmaq üçün burnumuzun ucunu. Evet, belə bir şeyim var, ondan tətbiq edəcəm. Bunun bahalısını almağı düşünmədim heç. Çünki baxın, ucuzu da gördüyünüz kimi çox qəşəng parıldadır. Gedib bahalısına o qədər pul verməyiməcə dəymir. Çünki eyni effektdir yəni. Gözümün qapaqlarına da bu şəkildə vuracağım. Bu tərəfə də. Dünənki makyajdı. Mən dünən bu cür makyaj eləmişdim. Videoda çekmiştim ama video istediğim için olmadığı için bu cür oldu. Başımdaki belə olmamıştı istediğim gibi ama bugün istediğim kimi de onun için. Makyajım hazırdır millət. Kanalıma abone olmağı, like atmağı ve öz fikirlərinizi rəylərdə bildirməyi unutmayın. Sizləri sevirəm. Bye bye.